İyyâke na'budu və iyyâke nesta'in. Bu Fatihə surəsinin orta ayəsidir. Biz yalnız sənə ibadət edir və yalnız səndən istəyirik. İlk öncə ümumi ibadət qəsd olundu. Yalnız sənə ibadət edirik. Sonra isə o ibadətin içində olan istəmək, Allaha dua etmək ibadəti zikr olundu və yalnız səndən istəyirik. Yəni sənə boyun əyirik. Bu ibadət ilə səndən istəyirik. Burada ümumi xüsusunu qabaqlayıb. Burada olan xüsusi də Allahdan istəmək, dua etməkdir. Bu ibadətin ümuminin içinə daxildir. Və burada da məna çərçivəyə alınır. Yəni, yalnız sənə ibadət edir və yalnız səndən istəyirik. Çünki ərəb dilində buradakı olan iyyəkə şəxs əvəzli, yəni səndən önə keçməsi mənanı çərçivəyə alır. Və xitab aləmlərin Rəbbi olan, Ər-Rahman, Rəhim olan, Məliki Yevmiddin olan Allahadır, iyyəkə. Sən bunları dedikdən sonra həmd olsun aləmlərin Rəbbinə, mərhəmətli və rəhimliyə, din gününün sahibinə birbaşa Allah'a xitab edirsən. Hər namazında İyyəkə nə'budu. Yalnız sənə ibadət edirik. Və iyyəkə nesta'in. Və yalnız səndən istəyirik. İbadət sözünün mənasını əvvəlki dərslərimizdə keçdik. İbadət sözü Allahın zahirdə və batində sevib razı qaldığı söz və əməllərdir. İstəməyin mənası isə, yəni dua etməyin mənası isə bütün zərərlərin aradan qalxması və bütün faydaların cəlb olunması üçün Allaha etimad etməkdir. Allaha olan ibadəti yerinə yetirmək və yalnız ondan istəmək əbədi saadətə çatmağın yeganə vəsilələrindəndir. Bu zaman ibadət olmuş sayılır. Yalnız Allahdan istədikdə. Şu hədisdə Uca Allah belə buyurur ki, İyyəkə na'budu və iyyəkə nesta'in. Qulum bu sözü dedikdə artıq qulumla mənim aramda iki yerə bölünər bu yer. Yəni, o mənada ki, əvvəlki ayələrdə Əlhəmdülillah Rabbil Ələmin dedikdə, Uca Allah deyərdi ki, qulum məni həmd etdi. Ər-Rahman Rahim dedikdə, deyərdi, qulum məni səna etdi. Məliki Yevmiddin dedikdə isə, qulum məni uca tutdu. İyyəkə nə'budu və iyyəkə nesta'in dedikdə isə, bu qulumla mənim aramdadır. Və bunu iki yerə bölər Uca Allah. Və deyər ki, quluma istədiyi var. Ondan sonra artıq Ehdinəs sıratal müstəqim deyərsən. Yəni, bizi doğru yola yönəlt.